Deməli, After Effects-də mənim 3 dəqiqəlik bir dənə proyektim var. Bu proyektdə biz nədən danışacağıq? Burada time bölməsindən danışacağıq. Burada nəsə görsənməsi üçün bura import elədiyimizdən sonra hər hansısa bir faylı basıb saxlayıram, atıram aşağı. Burada video göstərir ki, neçə saniyədir? 10 saniyədir video. Space barı basıram. Fit eləyim bunu. Və 10 saniyə olacaq bu video. Belə davam eləyəcək. İndi videom dəhşət böyüdü. Gəlin bunu keçildək. 10 saniyə bu davam olunacaq. Və yerdə mənim artıq ərazim qalacaq. 7-ci, 8-ci saniyə, 9 və 10. Sonra background-u hansı rəng qoymuşamsa, onun rəngi çıxacaq, belə deyək. Və bunu siz render eləsəz, animasiyanı verib bitirdikdən sonra artıq qalan arazi videoda qaranlıq görsənəcək. Yəni, heç nə görsənməyəcək. İndi timeline-da istədiyiniz kimi, əgər şəkildirsə vaxtını uzada bilərsiniz. Biraz qabağa qaçım. Burada time-la bunu ümumiyyətlə reverse eləmək olur, uzatmaq olur, daha blank geçsin və s. müxtəlif şeylər eləmək olur. İndi keçək bu hissənin parametrlərinə. Bunu ürəyə sarı tartışdıra bilərsiniz. Hansı saniyə qoymusunuzsa, o saniyə uyğun kadra gələndə animasiyanız oynayacaq 10 saniyəlik. Əgər əvvəlki, yəni də ilkin 0-cı versiyaya qaytarmaq istəyirsinizsə, bunu aparanda shift-i tutun ki, gəlib özü bu hissəyi birləşsin. Shift-i tutmasanız bayra çıxacaq. 0-cı versiyada gətirirsiniz, belə eləyirsiniz. Okay, keçək hotkeylərə. Və belə deyim də, mən space barı basanda burada animasiya başlayacaq işləməyə. Əgər sizdə həmin şey işləmirsə, indi məndə o hissə də yoxdur. Windows-dan gətirək. Preview hissəsidir. Burada play basanda başlayacaq işləməyə. Və burada göstərir ki, mən space barı basanda başlayacaq animasiyanın oynanılmasına, belə deyək. Və burada hotkeyləri dəyişə bilərsiniz. Numpada və s. və axır nöqtəyə, belə şeylərə. Olmalıdır work area. Və bu da current time olmalıdır. Burada məndə 2 olmalıdır. Eləyəndən sonra ümumiyyətlə bu paneldən istifadə eləməyəcəksinizsə bağlaya bilərsiniz. Keçirəm nəyə? Keçirəm bu yuxarı hissə. Yuxarı hissə nədir? Bu layerimdir. Yuxarı hissədə boş ərazim var. Bu da nədir? Misal üçün. Gəlin belə bir şey eləyim. Yəni bu ortada olsun. Bu da olsun. Tutaq ki, bunun bir hissəsi. Mən play basanda fikir verirsiniz, animasiya gedir, bitəndən sonra təzədən bu hissəyə qayıdır. Bu mənim işləmə ərazimdir. Space basanda ancaq bu hissəni mənə göstərəcək. Və bunun əllə tutub aparmaya ehtiyac yoxdur. Əksər adam əllə edir, amma bunun hotkeyləri var. B və N. B-ni basanda beginning, yəni əvvələ gedir. Harı qoymusunuzsa əvvələ ora gəlir. N-ni basanda da enddir. Harı qoyursunuzsa axır o hissəyə gəlir, çıxır. Misal üçün gətirəm bu hissəyə, B-ni basıram, gətirəm bu hissəyə, N-ni basıram. İndi bu belə deyək də, bu gördüyüm bu hissədə qabağa və arxaya getmək üçün hotkeyləri J və Q-dır. J-ni basıram, birinci kadra gedir. Q-ni basıram, axırıncı kadra gedir. Və mən bunu bu hissəyə kimi gətirib, yəni gətirməyimə ehtiyac yoxdur. Buramı misal üçün bu hissəyə gətirirəm, N-i basıram, təzəldən bura gəlirəm, Q-ni basıram, axırıncı kadra, J-ni basıram, birinci kadra. Yox, əgər layer'da da eyni şey eləmək istəyirsinizsə, onu basanda axırıncı kadra gedir, layer'ın özündə. Home knopkasını basanda birinci kadra, bircə saniyə bunun şey olmalıdır. İ'ni də basanda birinci kadra gedir. I və O. Bu da hotkeylər. Deməli, I və O birinci və axırıncı kadra gedir layer'da. J və Q
bu işçi ərazi gedir. N və B işçi ərazini kəsir doğrayır. Yəni hara aparırsınızsa N-nı basanda, B-nı basanda bu hissəyə gəlir. Ümid edirəm ki, başa düşdünüz. İndi şeydən danışım. Bu viewporta yaxınlaşmaq, uzaqlaşmaq üçün. Əgər sizdə məndə kim deyilsə, saniyə və saniyə. Kontroldan bu rəqəmin üstünə basın. Yəni sizdə birdən belədirsə, kadrdansa, basanda saniyəyə keçirir. Və burada təkərciyi ortasına basmaqla sağa sola getmək olur. Sadəcə mən maksimum dərəcədə uzaqlaşmışam. Ona görə yaxınlaşıram. Yaxınlaşmaq budur. Və fikir verirsinizsə, burada mən yaxınlaşıramsa, buradakı şey də dəyişir. Bundan bu eyni şeydir. Və burada təkərciyi basanda sağa sola idarə edə bilirəm. Və yaxud da spacebar basıb saxlayanda sağa sola idarə edə bilirəm. Amma bir dəfə bassam animasiya başlayacaq. Basıb saxlasam hərəkət elətdirə bilirəm. Və bunun hotkeyləri, rəqəmlər var yuxarıda. Onun axırında çıxılsın və üstəgəl işarəsi var. Onları basanda da yaxınlaşıb uzaqlaşa bilirəm. Hotkeyləri bulardır. Okey, bura kimi aydındır, ümid edirəm. Gəlin, N-nı basım. Ups, N deyirdim. Bir saniyə. Q-nı basım. Tutaq ki, gəlirəm burada 50-ci saniyəyə. 50-ci saniyəyə qoyuram nəsə. Burada ayarlar şey hesab basıram. Gətirdim 50-ci saniyəyə. Sağ knopkaya vururam. Trim eləyirəm. Trim eləyəndə mənim 3 dəqiqəlik səhnəm olur 50 saniyəlik. Bu da videonu kəsmək üçün istifadə olunur. Artırmaq istəyirsinizsə, buradan artıra bilərsiniz. Amma fikir verin, 50-ci saniyəyə qoymuşam, amma bir kadr da əlavə verib mənim üçün. Yəni, bu barədə narahat olmayın, özü zapas bir kadrlıq yer saxlayır. Yəni, işiniz pis görsənməyəcək. Yəni, işinizi körləməyəcək, heç narahat olmayın. Və burada belə bir knopka var. Vaxtımı gətirirəm harasa, bu knopkanın üzərinə basıram. Belə bir şey çıxır buradan. Bu da nədir? Bunları bir saniyə. Bunları başqa cürdə qoymaq olur. Shift və hər hansı bir knopkanın üzərinə basıram, rəqəm knopkasını. Mənim üçün belə kadrlar verir. Bunlar da nə üçündür? Misal üçün, flanka, bunu burada atmaq olur. Eyni zamanda layer'ə da atmaq olur. Bir saniyə, layer'də səhv eləmirəmsə, markers, numpad, ulduz işarəsi. Hotkey ulduz işarəsidir. Gəlirəm bura ulduz işarəsinə basıram, gəlirəm bura ulduz işarəsinə basıram və yaxud da başqa yerə. Bu da nə üçündür? Misal üçün, iş görmüsünüz, yarımçıq qalıb və yaxud da hər hansı bir ideyanız var. Burada yazırsınız, misal üçün, start. OK-yə basıram. Burada yazılıb start. Bu elə ki, sizə işləmək üçün rahatçılıq verir ki, yazasınız nəsə. Kesim hissəsi, misal üçün. Verirsiniz, yazır. Amma çoxlu layerlərlə işləyirsinizsə, nə qədər çox yazı yazsınız, o qədər görünüşünüzü bağlayacaq. Misal üçün belə. Amma ucu gəldi 8-in üzərinə bağladı. Məsləhətdir ki, bunu xırda öz başa düşəcəyiniz dildə ya da ki, rəqəmlərini yazın ki, işləməyimiz rahat olsun. OK, bugünlük dərsimizdə bu qədər.